Sabirabaddan zəngimiz var. Alo. Alo. Bəli. Akşamınız xeyir həkim. Axşamınız xeyir olsun. Salamlayıram sizi. Çox sağ olun. Həkim, mən deməli sağ tərəfdən elə bir sol axırıncı qabırğamın belə deyək də altında göynəməm hərdən baş verir. Bilmək istəyirəm o nədən ola bilər. Nə baş verir? Göynəmə verir də mənə. Sağ tərəfdə. Yəni sağ tərəfdən axırıncı qabırğamın altı. Sağ qabırğada orada mədiyə yaxın tərəf hissəsinin orada öddür. Sağ tərəfdə lap aşağıda. Orada aşağıya doğru qabırğa arası sinirdir və yaxud da lap aşağıda, arxada da böyrəkdir. Yəni onu lap aşağıda elə bir böyrəklə qaraciyərin belə deyək də yağın ki arası olur da o. Bəli. Ola bilər. Ağzınızda acılıq olmur şəzim. Ağzınızda acılıq olmur ki. Nəsə, elə bir 2 gündən bir, 3 gündən bir belə çox şiddətli olmur, amma göynənti verir mənə. Mən başqa sual verirəm sizə. Ağzımda zadımda heç bir acılığım zadım olmur, yox. Onda siz onu müayinə elətdirərsiniz. Ultrasəs müayinəsi uzu ilə müalicə elətdirin. Cavabını mənə atın, baxın. Baxaq görək orada görünəcəkmi? Ola bilər duz kristalları ola bilər. Sid yaxarında ola bilər. Daş hissəcikləri. Ona baxaq. Görsək ki, əgər var, yoxsa da onda yəni aydın olmasa, onda gələrsiniz onu müəyyənləşdirib sizə kömək eləyəcəm. Yəni həlli olan bir şeydir, elə hesab eləyirəm. Ancaq hər halda aydınlaşmalıdır, diaqnoz aydınlaşmalıdır. Çox sağ olun. Sizin şəxsinizdə bütün Sabirabadlıları salamlayıram.